1984-cü ildən bəri Abdullah Öcalanın rəhbərliyi ilə Türkiyədə qanlı hücumlar həyata keçirən PKK terror təşkilatı silahlı fəaliyyətini dayandırdığını və təşkilatın ləğv edildiyini elan edib. 5-7 may tarixlərində keçirilən 12-ci qurultayda bu barədə qərar verilib. Ləğv etmə qərarının açıqlandığı tarixdən etibarən İraq, İran, Suriya və Türkiyədə PKK-nın adı ilə bağlı heç bir hərbi iş aparılmayacaq. PKK Türkiyədə ordu və polis qüvvələrinə qarşı uzun illərdir silahlı hücumlar həyata keçirən terror təşkilatıdır. Təşkilatın tam adı Kürdistan Fəhlə Partiyasıdır. Orta Şərqin 4 ölkəsinə, Türkiyə, İran, İraq və Suriyaya yayılan kürdlərin müstəqil dövlət qurmaq məqsədi ilə yaratdığı digər qruplardan fərqli olaraq PKK qısa zamanda əsas fəaliyyət metodu kimi silahlı terroru seçdi. Bu da onu regionda ən təhlükəli və qanlı təşkilatlardan birinə çevirdi.